Demək, reading ya da listening sual eləyirik. Buraxılış imtahana getmişik, elə düşünək də situasiya. Deyir ki, doğru olan variantı seç. Variantlardan birində only var. De. Səhvdir. Birində hardly var. Səhvdir. Sonra never var. All. Always. Amma hansı hallarda 99% düzdür. 1% yanında bilər. Amma ki, səhv çıxacaq da düzdür. Hə. Yaxşı, deyir ki, mətn nə haqqındadır sualı veribdir. Variantlardan birində history of something da bir şeyin tarixidir deyir. O zaman nə lazımdır bizə? Bir şeyin tarixidir deyirsə, o variantı cızmam üçün nə lazımdır? Yəni başladığı tarix. Əgər başladığı tarix verilməyibsə, onun tarixindən danışmır deməkdir. Düzdür? Sonra deyir ki, gözlə görüm hələ. Nə olsun? Qoy fikirləşim, başqa nə var idi? Reading listeninglərdə yadınıza salın, açar sözlərdən. Inconvenience nə idi uşaqlar? Short textdə düşürdü. Narahatlıq. Yaxşı. Renovation. De. Təmir, bəli. Construction. Tikinti, bəli. Yaxşı, bəs onda deyin görüm mənəm. Surprising. Təəccübləndirir. Surprised. Təəccüblü. To be surprised hansı sözünü? De. To be surprised at uşaqlar. To be surprised at. At dedi. Yaxşı söz deyirəm. Deməli, bir də nəyi soruşacaqdım. Meet nə idi? Əl qaldırın. De. Görüşmək idlas. Meetdən sonra hansı sözünü? At da vardı. O meet. Mən deyirəm meet. Daha yaxşı görüşmək feil. At, in, on. Meetdən sonra heç bir sözünü işlənmir. Boşluq. To be afraid hansı sözünü? Of. Bəli. Sonra keçdi. Piyada. Əl qaldırın. Piyada. De. Pedestrian idi. Mən nə qarıydı? Pedestrian o piyada insandır. Piyada harasa getmək deyirik. On foot. Hə, D artiklın çıxdı. Demək, şəhər adları ilə nə işlədəcəm? Əl qaldırın. De. Yaxşı keçdik. Go. Go'dan sonra to. Yaxşı deyirəm ki, nə idi o? Hə, tətilə getmək. İfadəni yadınıza salın. Go ilə o da. Go to trip. Go visit. Ya, bilmədiniz. Go on a holiday uşaqlar. Go on a trip. Go on a voyage. Belə şeylər. Yaxşı, bəs deyin görüm onda mənəm. Vizitdən sonra nə zaman to gətiririk, nə zaman